وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. وبه نستعين والصلاة والسلام على رسول الله الأمين وعلى آله وأصحابه والتابعين وأتباعهم بإحسان إلى يوم الدين أما بعد. Elhamdülillah kardeşler, bu mübarek günlerde yine Allah Subhanahu Taala'nı zikr etmək üçün yığışmağa müvəffəq olduq və Allah'tan istəyirik ki, bizi buna müvəffəq etdiyi kimi ona əməl etməyə də müvəffəq eləsin. Və sonra bildiyimiz kimi Allah Subhanahu Taala bizi Kur'an'ı tədəbbür eləməyə, yəni Kur'an'ı düşünməyə çağırıb. Necə ki, bu ayələrdən məgər onlar Kur'an'ı düşünmürlərmi, yoxsa qəlbləri bağlıdır? Başqa ayədə məgər onlar Kur'an'ı düşünmürlərmi, əgər Allah'tan başqası tərəfindən nazil olsaydı, orada çoxlu ixtilaflar tapardılar. Bu kimi ayələr yəni bizi Kur'an'ı tədəbbür eləməyə, düşünməyə sövq edir. Bu mövzunun ünvanı yoldaşlıq haqqında nazil olan ayələrə nəzər salmaq. Yəni yoldaşlıq elə bir əməldir ki, yəni sən bu yoldaşlıq sayəsində ya dərəcəni qaldıra bilərsən, ya da dərəcəni aşağı sala bilərsən. Hətta dərəcəni o dərəcədə qaldıra bilərsən ki, bu yoldaşlığı səbəb götürərək peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, salihlərlə bir yerdə olmağa səbəb olar qiyamət günü. Və Allah qorusun, bu yoldaşlığı sən elə cür seçə bilərsən ki, bu yoldaşlıq səni o qədər aşağı dərəcəyə salar ki, hətta sən qiyamət günü kafirlərlə, müşriklərlə, münafiqlərlə, fasiqlərlə bərabər olmağa səbəb olar. Və biz bu məclislərdə götürəcəyik yoldaşlığın hansı ləfzlərlə ifadə olunmasının Quranda, həmçinin salih yoldaşlığın sifətləri, pis yoldaşlığın sifətləri, yəni insan bununla ayırt edə bilər. Bunlara baxaraq, bu ayələrə baxaraq yoldaşlığı seçə bilər və yaxud da bu ayələr kimi, bu ayələrdən nəticə çıxararaq yoldaşlıq edə bilər. Bir də sonda olacaq yaxşı yol, salih yoldaşın qiyamət günü halı, pis yoldaşların qiyamət günü halı. Öncə Quran-Kərimdə yoldaşlığın fərqli ləfzlərdə ifadələri. Bəzən yoldaşlıq Quran-Kərimdə sahib sözü ilə ifadə olunur. Necə ki, Allah buyurur ki, İdhumə fil ğar, İd yəqul sahibihi lə təhsən, İnnəlləhə mə'nə. O iki nəfər mağarada olarkən, onlardan biri, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm öz dostuna, yoldaşına, yəni Əbu Bəkrə belə dedi: "Qəm yemə, Allah bizimlədir." Tövbə surəsi 40. Burada Allah Subhanahu taala yəni yoldaşlıq sahib kimi yəni ifadə eləmişdi, zikr eləmişdi. Bizim dildə isə sahib yəni adətən bir şeyin sahibi, maliki olması mənasındadır. Ancaq ərəb dilində həm bu məna bir şeyin sahibi, malik olmasında istifadə edilir, həm də yoldaşlıq, dost mənasında istifadə edilir. Həmçinin sadiq kimi ifadə olunmuşdur. Necə ki buyurur, bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canı yanan bir dostumuz vardır. Və lə sadiqin həmim, sadiq kimi. Yəni bizdə bu sadiq, dost kimi tərcümə olunur. Bəzən Quran-Kərimdə yoldaşlıq xəlil kimi ifadə olunmuşdur. Necə ki, Uca Allah buyurur ki, onlar haqqında Ya vəylətə leytəni ləm əttəxid fulənən xalilə. Vay halma, kəş ki, mən filan kəsi özümə xəlil tutmayardım, yəni dost tutmayardım. Bəzən həmim kimi zikr olunur. Fəleysə ləhul yevmə həhunə həmim. Bugün burada onun üçün bir dost tapılmaz. Mə'arij surəsi 35. Bəzən yoldaşlıq, qardaşlıq kimi ifadə olunur Quranda.
Necə ki, Uca Allah buyurur ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا. Allahın sizə olan nimətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, o sizin qəlblərinizi birləşdirdi və onun niməti sayəsində bir-birinizə qardaş oldunuz. Əl-İmran surəsi 103. Bəzən rəfiq kimi ifadə olunmuşdur. Necə ki, Uca Allah xəbər verir, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Allaha və Peyğəmbərə itaat edənlər məhz onlar Allahın nemət bəxş etdiyi Peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salihlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardılar. Burada da rəfiq, dost kimi tərcümə olunur. Çünki bizim dildə bu mənaya gəlir. Ancaq bu mənada tərcümə etmək olur. Bizim dildə var rəfiq, kişi dost və bir də rəfiqə, qadın dost. Yeri gəlmişkən, yoldaşlıq, həm kişilərin öz arasında olan yoldaşlıq, həm də qadınların öz arasında olan yoldaşlıq kimi başa düşülməlidir burada. Təkcə kişilərə aid deyil. Həmçinin bu xüsusiyyətlərdən, buradan faydalanaraq insan öz həyat yoldaşı ilə də belə yoldaşlıq eləyə bilər. Bizim növbəti məsələmiz, mövzumuz salih yoldaşlığın xüsusiyyətləri, vəsifləri. Salih yoldaşlığın əhəmiyyəti və insanların onun xüsusiyyətlərinə qarşı göstərdiyi laqeydlik səbəbindən Quran bu mövzunu açıq-aydın və hər tərəfli şəkildə bəyan etmişdir. Salih dostların ən mühüm xüsusiyyətlərindən bəziləri bunlardır. Allahı daima ixlasla zikr etmək və bir-birinə bu yolda dəstək olmaq. Bu barədə Allah Teala buyurur, səhər və axşam çağı Rəbbinin üzünü diləyərək, ona dua edənlərlə birlikdə özünü səbirlə apar, dünyanın bərbəzəyini istəyərək nəzərini onlardan çevirmə. İbn Kəsir Rəhməhullah bu ayənin təfsirində demişdir ki, yəni Allahı zikr edən, onu təhlil, təkbir, təsbih, təmhid edənlərlə bərabər olmaq. Hansı ki, onlar səhər axşam onlar bunları edir. Səhər axşam Allaha dua edirlər. Sonra deyir ki, bu insanlar istər fəqir, istər zəngin, istər güclü, istərsə zəif olsun, fərq etməz. Hamısı Allahın xüsusi qullarıdır və onun yolunda birləşirlər. Yəni, sən fərq qoymamalısan. Dostluqda, yoldaşlıqda baxılmır ki, o görə fəqirdir, zəngin, güclüdür, yoxsa zəifdir. Sırf nəyə baxılır? Bu xüsusiyyətlərə. Bu xüsusiyyətlər də başlarına gəldi, Allahı zikr edənlər. Allaha bağlı olanlar. Onlarla yoldaşlıq etmək lazımdır. Bu ayələri oxuyanda biz iki tərəfdən ibrət alırıq, dərs alırıq. Bizim üzərimizə başa düşür ki, iki vəzifə düşür. Birinci vəzifə özümüz yoldaşlığı belə eləmək, ikinci vəzifə belə yoldaşlar seçmək. Yəni, həmişə biz Quranı oxuyanda tədəbbürdə qaydadır ki, tədəbbürdə, düşünməkdə qaydadır ki, sanki Allah Subhanahu taala sənə xitab edirmiş kimi, səndən istəyirmiş kimi, sənə əmr edirmiş kimi, yəni başa düşəsən. Musa aleyhissalam öz duasını demişdir ki, mənə öz aləmdən bir köməkçi ver, qardaşım Harunu. Onun səbəbilə mənim gücüm artır. Onu işimə ortaq et, səni çoxlu zikr eləyək, təriflər deyək. Burada da diqqət etsək, Musa aleyhissalam qardaşlığı ne üçün seçdi? Allah'ı zikr etmək üçün. Ona görə Şə'rabi Rahimehullah demişdir ki, Musa'nın bu öhdəliyi qardaşı ilə paylaşmasının səbəbi, o öhdəlik hansı öhdəlik idi? Peyğəmbərlik. Allah'ın dəvətini çatdırmaq öhdəliyidir ki, deyir, onu Harunla niyə paylaşdı? Öz nəfsinin rahatlığını istəmək üçün deyil. Allah'ın əmrini itaətdə, onu zikr etməkdə, tərif etməkdə, yəni güclü olmaq, daha yaxşı səy göstərmək üçün.
Musa əleyhissalamın da əməli bizə örnəkdir ki, yəni biz qardaşlığı seçəndə belə seçək. Dua eləyək Allah Subhanahu taala. Və biz keçən dərslərin birində bildik ki, yəni Allahın imtahan eləməsi, yəni insanların imtahan eləməsi kimi deyil. Allah imtahan eləməsi belədir ki, Allah Subhanahu taala səni imtahan eləyir və sən Allahın imtahanını yalnız Allahın köməyi ilə keçə bilərsən. Ancaq insanların imtahanında isə ancaq öz köməyi ilə keçməlisən. Əgər kömək istədirsə, imtahandan kəsilirsən. Ancaq Allahın etdiyi imtahanlardan keçmək üçün mütləq sən Allahdan kömək istəməlisən. Elə sən özün də o tərəfdən imtahan içində imtahandasan ki, görəsən sən bu imtahandan keçmək üçün Allahdan kömək istəyirsən, yoxsa öz nəfsinə arxalanacaqsın. Və Musa əleyhissalam o imtahandan keçmək üçün, o öhdəliyi yerinə yetirmək üçün nə etdi? Allahdan kömək istədi. Qardaşı Harunu ona şərik eləsin. Bu da yəni bizim üçün örnəkdir, nümunədir ki, biz də yoldaşlığı belə seçək. Nəyi də seçək? Allaha itaətdə yardım üçün seçək. Yəni dünyavi işlərimizdə ev tikmək üçün, ticarət eləmək üçün və s. məqsəd olmasın. Bəli, sən onda da seçə bilərsən. Ancaq biləcəksən ki, o qardaşlıq, əsas qardaşlıq yoldaşlıq deyil. Yəni onu təməl kimi seçmə. Onun üzərində sən qardaşlıq qurma. Yəni əgər qardaşım mənə bu işdə kömək eləyəcəksə, onu mən qardaş sayıram. Yox, kömək eləməyəcəksə qardaş saymıram, elə baxma. Bu hidayət deyil, Quranın hidayəti deyil. Quranın bizi hidayət etməsi odur ki, biz qardaşlığa necə baxaq? Axirət işlərində qardaşımız bizə kömək eləyir, din işlərimizdə. Namaza durmağa, cəmaət namazına, elm məclisinə, elm öyrənməyə və s. Kömək eləyir, yoxsa yox. Allahın zikrinə kömək eləyir, yoxsa yox. Sən onu görəndə Allahı zikr etmək yadıma düşür, yoxsa yox. Yəni, bununla səndə təməl bu olsun. Bu baxışdan bax qardaşlığa. Buna əsas götür. Həmçinin qardaşlığın xüsusiyyətlərindən biri də qorxulu və çətin məqamlarda din üzərində sabit qalmağa kömək eləyir. Qardaşlıq. Qorxulu və çətin məqamlarda. Ən çətin məqamlarda qardaşlıq, yoldaşlıq səbəb olur sənin sabit qalmağına. Hətta Peyğəmbər kimi insan, subhanallah, salih yoldaşı sayəsində, səbəbi ilə sabit qaldı. Ki, mağarada onu Cəbrail əleyhissalam sıxıb oxu dedikdə, o gəlib qorxmuşdu, tir-tir əsirdi. Onda Xədicə anamız ona nə dedi? Ona təsəlli verdi. Dedi ki, sən qohumla əlaqədən birləşdirsən, sən insanlarla da əmin kimi tanınmısan, hər işlərində kömək etmirsən və s. Ona təsəlli verdi, yanında oldu və araşdırdılar, ona kömək elədi ki, onlara aydın oldu ki, yəni həqiqətən Peyğəmbər s.ə.və vəhy gəldi. Artıq ona peyğəmbərlik verilib. Və həmçinin dəlillərdən Peyğəmbər s.ə.v-in Əbu Bəkirin mağaradakı qissəsi. Və bilirsiniz, o zaman Qureyş, yəni Peyğəmbər s.ə.v-i öldürmək istəyirdilər. Peyğəmbər s.ə.v Allahın izni ilə elə çıxdı ki, onu görmədilər. Yəni, bir də Peyğəmbər s.ə.v evinə basqın eləyəndə öldürmək üçün gördülər ki, yoxdur Peyğəmbər s.ə.v. Yerinə Əli radiyallahu qoyub çıxıb. Sonra düşdülər ardınca. Ardınca gəldilər. Peyğəmbər s.ə.v də Əbu Bəkirlə bir yerdə Əbu Bəkir ona yoldaşlıq eləmişdi. Yoldaşlıq elədi, hicrət eləməkdir. Onlar təbii ki, birdən-birə qaçıb Mədinəyə çıxa bilməzdilər. Bildilər ki, onlara yetişəcəklər. O zaman mağaraya sığındılar. Mağaraya sığındılar və Qureyşlər gəldilər. Mağaranın düz qarşısında dayananda Əbu Bəkir radiyallahu anh dedi ki, əgər deyir, onlar ayaqlarının altına baxsalar, bizi görəcəklər. Peyğəmbər s.ə.v o zaman ona dedi ki, lə təhsən innəllahı mə'nə. Yəni, kədərlənmə, qəm yemə, Allah bizimlədir. Yəni, buradan da elm əhli fayda çıxarır ki, həqiqətən burada Peyğəmbər s.ə.v yoldaş idilər onlar bir-birinə. Yəni, ona neynədi? Təsəlli verdi ki, Allah bizimlədir, görməyəcəklər. Həmçinin xüsusiyyətlərdən, vəsiflərdən bir-birinə qarşı rəhimli olmaq. Necə ki, ayda keçmişdi, Muhammed Allah Rasuludur, onunla birlikdə olanlar kafirlərə qarşı sərt,
öz aralarında isə bir-birinə qarşı rəhimlidirlər. Mücahid Rahimullah yoldaşlıq haqqında bəzi ayə və hədislərdən nəticə çıxararaq belə demişdir. Əgər iki nəfər Allah üçün bir-birini sevənlər qardaşlıq edər, biri digərinin yanına gedib əlindən yapışar, onunla deyib gülərsə xətaları ağac yarpağını tökən kimi tökələr. Onların xətaları ağac yarpağını tökən kimi tökər. Əbu Lübəbə Mücahidə bunu eşitəndə deyir ki, həqiqətən deyir, bu çox asan bir işdir. Yəni, gedəsən qardaşının yanına, əlindən yapışıb onun üzünə güləsən və xətaların silinə tökülə. Mücahid Rahimullah cavabında isə belə dedi. Sən elə demə, həqiqətən Allah öz Peyğəmbərinə demişdir. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Yəni, bu da onu bildirir ki, qardaşlıq neməti çox böyük nemətdir. Yəni, bunu Allahdır ancaq birləşdirən. Hətta Peyğəmbər kimi biri bu qardaşlığı yarada bilmir. Yəni, mütləq gərək Allah onun qəlbi birləşdirsin. Ona görə digər ayədən fayda ondan ibarətdir ki, qardaşlıq neməti bütün bu dünya nemətlərindən dəyərlidir. Dəlil elə bu ayə özü. Ki, bütün dünya nemətləri sərf etsəydin, onların qəlbini birləşdirə bilməzsin. Demək dəymir da, bütün bu dünya nemətləri bizim qardaşlığımıza dəymir. Qəlblərimizin birləşməsinə dəymir. Gör, nə dərəcədə bu qardaşlığın qiymətini bilməliyik, qoruyub saxlamalıyıq. Həmçinin xüsusiyyətlərdən bir-birinə qarşı qəlbi açıq olmaq, pahalılıq duymamaq. Uca Allah artıq bu xüsusiyyətdə ənsarları tərifləmişdir. Hansı ki, onlar mühacirlərə yoldaşlığında bu xüsusiyyətlə, yəni Allahın tərifini qazanmışdılar. Necə ki, onlar haqqında xəbər vermişdi Uca Allah, ənsarlar öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq, pahalılıq hissi duymaz. Özləri ehtiyat içində olsalar belə onları özlərindən üstün tutarlar. Özlərinin ehtiyacı olsa da qardaşına verər. Və ənsarlar artıq bu yoldaşlıq xüsusiyyətində Allahın tərifini qazanmışlar. Yoldaşlıq xüsusiyyətində imtahandan gözəl keçmişlər. Allah Subhanahu taala bizə də nəsib eləsin. Biz də bu yoldaşlıq xüsusiyyətində Allahın tərifini qazanaq. Və qardaşlığın faydalarından bunu da deyib yekunlaşdıraq. Növbəti mövzularımız gələn məclislərdə. Deməli, qardaşlığın faydalarının biri də öz duasında səni unutmaması. Öz duasında səni unutmaması. Necə ki, Musa aleyhisselam öz duasını demişdi. Ey Rəbbim, məni və qardaşımı bağışla, bizi öz mərhəmətinə qovuşdur, sən rəhm edənlərin ən rəhimlisən. Ərəf surəsi 151-ci ayə. Diqqət etsə, Musa aleyhisselam öz qardaşını unutmur. Görəsən biz də dua edəndə deyirikmi ki, Allahım, filan qardaşımı bağışla. Yəni, ona görə deyilmişdi ki, bəzi elm əhli deyilmişdi ki, bəzi yatanlar var, yatdığı yerdə bağışlanır. Bu necə olur? Bu ancaq yoldaşlıq sayəsində olur. Necə ki, deyir ki, bir kimsə gecə namazında durar, deyər ki, duasında ey Rəbbim filan qardaşımı bağışla, Allah da onun duasını qəbul edib, həmin qardaşı yatdığı halda onu bağışlayar. Allahu Akbar. Və Allah Subhanahu taala bizi müvəffəq eləsin ən gözəl şəkildə qardaşlıq, yoldaşlıq eləməyə, ən yaxşılarını seçməyə. Və sallallahu alə nəbina Muhammed və alə alihi və sahbihi və səlləm.